Həyat nədir? Soruşursansa, həyat sənin yaşadığın bu gündür. Həyat çox vaxt insanların düşündüyü kimi uzaq gələcəkdə gizlənən bir şey deyil. Həyat nə illər sonra quracağımız planlarda, nə də keçmişdə qalan xatirələrdədir. Həyat məhz bugün, bu an yaşadığımız hər hissdə, hər düşüncədə və hər nəfəsdədir. İnsan bəzən keçmişin peşmanlıqları ilə yaşayır. Kaşkilərə qapılır, bəzən də gələcək üçün narahat olur. Sabahın gətirəcəyi şeyləri düşünərək bugünün sakitliyini itirir. Halbuki keçmiş artıq dəyişməz bir hekayədir. Gələcək isə hələ yazılmamış bir səhifədir. Bizim əlimizdə olan yeganə gerçək zaman isə bugündür. Bugün gülümsəyə bilirsənsə, həyat budur. Bugün sevdiklərinin səsini eşidə bilirsənsə, həyat budur. Bir çiçəyin qoxusunu hiss etmək, bir uşağın gülüşünü eşitmək, göyə baxıb ümid etmək, bütün bunlar həyatın ən sadə, amma ən qiymətli anlarıdır. Həyat böyük hadisələrdən ibarət deyil əslində. O kiçik anların içində gizlənmiş böyük bir dəyərdir. Bəzən bir söz, bir baxış, bir xoş niyyət insanın bütün gününü dəyişə bilər. Ona görə də bu günün qədrini bilmək, hər anı hiss edərək yaşamaq, insanın özünə verə biləcəyi ən böyük hədiyyədir. Unutma ki, həyat sabah başlayacaq bir hekayə deyil. Həyat dünən bitmiş bir xatirə də deyil. Həyat məhz indi, bu an, sənin yaşadığın bu gündür. Bu günü necə yaşayırsansa, həyatın da elə formalaşır. Ona görə də mümkün qədər sevərək, anlayaraq və ümidlə yaşamaq lazımdır. Çünki bəzən insanın bütün ömrü elə bu günlərin içində səssizcə keçib gedir. Sevgi önəmlidir. Çünki bu həyatda insanı irəli aparan, ruhunu diri saxlayan, qəlbinə güc verən ən böyük amildir. Sənə uğur gətirən hər şeyi sevməyi bacar. Səni yoran yox, səni böyüdən insanları sev. Səni sındıran deyil, səni ayaqda saxlayan yolları sev. Sevgi ilə edilən hər iş bərəkətlidir. Sevgi qatılan zəhmət gec-tez bəhrə verir. Qəlbində sevgi olan insan yolunu itirməz. Çünki sevgi ona səbir, inam və ümid qazandırar. Uğur təkcə maddi qazanc deyil, daxili rahatlıq, vicdan rahatlığı, gecə başını yastığa rahat qoymaqdır. Səni sən edən dəyərləri sev. Əziyyətini, mübarizəni, düşdüyün yerdən qalxmağı sev. Çünki məhz bunlar səni gücləndirir, səni sən edir. Sevgi olmayan yerdə nə uğur qalıcı olar, nə də xoşbəxtlik. Sevgi ilə baxdığın həyat sənə daha çox qapı açar. Sevdikcə böyüyər, böyüdükcə işıqlanarsan və unutma, ürəkdən sevilən hər şey bir gün mütləq uğur olaraq geri qayıdar.